Fevral ayının sonlarında havaların şaxtalı keçməsi erkənci meyvə istehsalçılarını çox böyük maliyyə itkiləri ilə üz-üzə qoyub. Həmçinin aprel ayının birinci yarısında havanın kəskin dəyişməsi, Xaçmaz, Quba eləcə də Aran bölgələrində leysan xarakterli yağışlar və sel hadisəsi ciddi itkilərə səbəb olub. Bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında deyib. Eyni zamanda Şamaxıda, Qusarda, Balakəndə meyvə istehsalçılarının da çıxılmaz vəziyyətdə qoyubdur. Çox böyük itkilər var. Bircə onu deyim ki, aprel ayında Aqrar Sığorta Fondunda sığortalı olan müştərilər tərəfindən artıq 13 milyon manatlıq zərərlərin olmasına dair müraciətlər edilibdir və ümumiyyətlə Aqrar Sığorta sistemi tərəfindən təminata alınmış fermerlərimiz tərəfindən ilin əvvəlindən 24-26 milyon manatlıq istehsal həcmi olan müqavillərdə tam və yaxud qismən zərərin olmasına dair müraciətlər edilibdir və bu da bunu bir daha göstərir ki, kifayət qədər itkilərimiz var. Sədrin sözlərinə görə zərər ödənişləri kəskin artıb və son 2 ildə Sığorta Fondu tərəfindən ödənişlərin həcmi 12 milyon manatı ötüb. 2025-ci ilin birinci rübündə zərər ödənişləri 3 milyon manata çatıb və ödənişlərin artacağı ehtimal edilir. Bu qeyri-kommersiya əsaslı sığorta mexanizminin başlıca məqsədi gəlir əldə etmək deyil, burada yığılan vəsaitlərin toplanması və fermerlərimizin istehsallarının normal şəkildə davam etdirilməsi üçün qurulan bir mexanizmdir və bu tam dövlət dəstəkli bir mexanizmdir. Bu arada pambıq istehsalçılarına üz tutub bildirmək istəyərdik ki, ölkədə artıq pambıqçıların mövsümü başlayıbdır, onlar artıq əkin proseslərini başlayıblar və may ayının ortalarına qədər onların imkanları var, öz əkinlərini sığortalasınlar. Fuad Sadıqov qeyd edib ki, orta hesabla son 3 ildə fermerlər tərəfindən ödənilən sığorta haqları 1 milyon 450 min manat olub. Bu məbləğin qarşılığında isə 2 milyon 600 min manat zərər ödənişi edilib. Bu il artıq 15 min hektar pambıq əkilmiş ərazi sığortalanıb, 110 minə yaxın pambıq sahəsi isə sığortalana bilər. Sədr pambıq əkini ilə məşğul olan fermerlərə gəlirlərinin qorunması, fəaliyyətlərinin normal davam etdirilməsi üçün aqrar sığorta xidmətlərinin mexanizmlərindən faydalanmağa səsləyib. Hal-hazırda ölkəmizdə pambıqçıların fəaliyyətlərin qızğın vaxtıdır. Başa düşürük ki, əkinlə məşğuldurlar. Yəni bütün sahədə tam işləri əkinə sərf olunur, vaxtları əkinə sərf olur deyən biz onları sığortanı unutmamağa dəvət edirik ki, hər hansı hadisələrin baş verməsi nəticəsində bu əkindən sonra iyun ayında müraciət etdikləri təqdirdə ancaq mayda dolu vuracaqsa və yaxud aprelin sonunda bir sel su basıb və təkrar əkin etməli olacaqlarsa artıq onların sığorta təminatı olmadıqları təqdirdə təzminat ala bilməyəcəklər və biz burada tövsiyə edirik fermerlərimizə özlərini dövlət dəstəkli mexanizmindən, yəni bu dövlətin çətiri altında öz fəaliyyətlərini normal şəkildə sürdürə bilsinlər. Fuad Sadıqov əlavə edib ki, ötən il ərzində 2 milyon manat yarım zərər ödənişlərinin böyük hissəsi sel, su basma, leysan və dolu nəticəsində dəymiş ziyanlara görə ödənilib. Onun sözlərinə görə bu ödənişlər bütün ölkə ərazisində pambıq əkilən sahələri əhatə edib. Bu mexanizmin yaradılmasında dövlət tərəfindən 50% güzəştin tətbiq edilməsində, subsidiya şəklində verilməsində və beləliklə mərkəzləşmiş institut yaranmasında başlıca məqsəd fermerlərin bu xidmətlərə əlçatanlığını təmin etməkdir. Könül Ərşadlı, Jalə Novruzova, Rüstəm Abdullayev, Real TV.